Gönüllere körpü salan Beynelxalq Radyo. Aşağıdan gələndə bir xəbər edər də. Çörəyimdən yeməmiş suyumdan. Azərbaycan mətbəxi nəfis dad. Deməli qonağınız boydandır. Səslən. Kabab, kilo, sakin. üstünde tırkavu. Sakin. Yok bir kaş kaldı. Sakin de. Gərək parmaqların yansın ki, şişliyi bişirməyi öyrənəsən. Şişliyi bax belə yeyərlər. Bildin? Ye. Qədim Azərbaycan mətbəxinin sirləri. Cənub bölgəsinin mətbəxi, zənginlik və dadın birləşdiyi yer. Verilişin qonağı Məhəbbət Mehdiyeva, Beynəlxalq Radyo Etnik Verilişlər Qrupunun rəhbəri. Cənub mətbəxi Azərbaycanın zəngin və müxtəlif kulinariya irsinin ən möhtəşəm nümunələrindəndir. Bu mətbəx ölkənin cənub hissəsində yerləşən Lənkəran, Astara, Masallı və digər bölgələrdən gələn xalqın həyat tərzini, mədəniyyətini və əsrarəngiz təbiətini əks etdirir. Yerli insanların tarix boyu yarattığı fərqli yemək və bişirmə üsulları ilə tanınır. Çünki min illərə dayanan Azərbaycanda özünə məxsus təbii sərvətli və zəngin milli mətbəxi var. Bizim yaşadığımız coğrafiya o qədər zəngindir ki, bu coğrafiyada yaşayan azsaylı xalqlar, etnik qruplar özlərinə məxsus məişət ənənələrinə uyğun olaraq milli yeməklərini və o kolorita əsaslanan mətbəx mədəniyyətini formalaşdırırlar. Öz yeməklərini öz məişətinə uyğun olaraq formalaşdırır və təbii ki, Azərbaycanda yaşayan etnik xalqlardan biri olan talışlar da yaşayış tərzinə uyğun olaraq, yəni daim bir yerdə yaşadıqlarına uyğun olaraq mətbəxlərini də formalaşdırırlar. Bu mətbəxin əsas üstünlüyü ondan ibarətdir ki, həyat tərzi ilə əlaqədar inkişaf edən yaşayış tərzi, yəni ki, həm keçmişini, bugünü nəzərə alsaq, oturaq həyat keçirdən xalqlarda həmin həyat tərzini özündə əks etdirən yeməklər meydana gəlir. Bölgə mətbəxində yeməklər təbii zənginliyi, mədəniyyəti və qədim kulinariya ənənələrini özündə birləşdirir. Bu təamlar Azərbaycan mətbəxinin ən zəngin və təbii ləzzətlərindən birini təşkil edir. Cənub mətbəxində təzə və mövsümi məhsullardan geniş istifadə edilir. Bölgə subtropik iqlimə malikdir. Cənub bölgəsi Xəzər dənizinin yaxınlığında yerləşir. Bu da meyvə, tərəvəz və dəniz məhsullarının bolluğu deməkdir. Təbii qidalar Cənub mətbəxinin təamlarına xüsusi dad qatır. Lənkəran mətbəxində daha çox təzə tərəvəzlər, balıq və çay istifadə edilir. Murqutuş, çölmə kabab, turşulu aş, kəkli yotu ilə aş, lökü, şirin qovurma, mərci pətə, qozlu kükü, balıq sırdağı, ləvəngi plov, tərə qovurması və digər yeməklər Cənub mətbəxinin şah əsərlərindəndir. Talışlar və ümumilikdə desək Cənub bölgəmizdə zəngin mətbəx ənənələri var. Bu mətbəx ənənələrinin içərisinə bizim dəniz məhsulları, yəni balıq növlərindən hazırlanmış, çöl quşlarından hazırlanmış, ev quşlarından hazırlanmış yeməklər üstünlük təşkil edir. Coğrafi əraziyə uyğun olaraq çöl quşları və
dəniz məhsullarından, yəni balığı nəzərdə tutsaq, hazırlanan yeməklərin çeşidləri nəinki Azərbaycanda, bugün dünya mətbəxində özünü göstərməkdə davam edir. Və biz görürük ki, kulinariyada keçirilən, dünya kulinariyasında keçirilən yarışlarda dəfələrlə bizim cənub bölgesinin yeməkləri yüksək mükafatlara layiq görülürlər. Yeməklərin bir neçəsinin adını çəkmək istərdim mən. Yəni bizim vizit kartımız olan, yəni cənub bölgesini vizit kartı kimi təqdim edəcəyimiz yeməklərin başında ləvəngilər durur. Bu ləvəngi yeməyi iki əsas ünsürdən, qoz və soğanın birləşməsindən yaranır və bu birləşmə həm quş ətində, ev toyuqlarının, evin toyuğu, ev quşlarında və balıqda da özünü göstərir. Nəzərə alsaq ki, tək ləvəngi ilə təkcə quş, balıq, ördək, qaz yox, həm də tərəvəzlərlə birləşdirib bu yeməyi ərsəyə gətirir bizim xanımlarımız. Murğutuş. Murğutuş Cənub mətbəxinin məşhur yeməklərindən biridir və əsas toyuq əti ilə hazırlanır. Bu yemək xüsusilə Cənub bölgəsində sadə və dadlı olması ilə seçilir. Murğutuş adətən toyuq əti, soğan, pomidor, biber və digər təzə tərəvəzlərlə hazırlanır. Yeməyin hazırlanmasında zəfəran, istiot və duzdan istifadə olunur. Bu yemək adətən qazanda və ya tavanın içində orta istilikdə bişirilir. Nəticədə yumşaq, şirəli və ətli bir yemək ortaya çıxır. Murğutuş süfrəyə düyü, çörək və ya tərəvəzlərlə təqdim olunur. Yeməyin əsas xüsusiyyətləri ət və tərəvəzlərin bir arada yeməyə xüsusi dad qatmasıdır. Cənub mətbəxinin əsas xüsusiyyətləri də elə budur. Təamlara təzə və yerli ingrediyentlərin xüsusi dad qatmasıdır. Murğutuş yeməyi əsasən ev quşlarından və göyərtilərdən hazırlanmış yeməkdir. Burada ət qaynadılır, daha sonra soğan da qovrulur və ən əsası yeməyin əsas atributu olan cəfəri göyərtisi bol miqdarda doğranılır və onun üzərinə əlavə edilir. Ondan sonra onun istəyə görə limon suyu da əlavə edilə bilər, istəməyə görə əlavə edə bilməz. Və bütün bu ət, soğan və göyərtinin qarışımı qovrularaq süfrəyə təqdim edilir. Lökü. Lənkəran mətbəxi təbiətin zənginliyindən və yerli mədəniyyətdən ilham alaraq hazırlanır. Həmin təamlardan biri də löküdür. Bu yemək əsasən düyü və ətdən hazırlanır. Qoyun və ya mal əti lökü yeməyinin əsas ləzzətidir. Təbii ki, ədviyyatların, quru meyvələrin öz yeri var. Təzə göyərtilərin və yerli məhsulların da bu təamda rolu danılmazdır. Lökünü hazırlayanda un, duz qarışdırılır. Sonra qarışıma yumurta əlavə edilir. Südü yavaş-yavaş qarışdıraraq axıcı və ortalama sərtlikdə xəmir hazırlanır. İstəyə görə qabartma tozu əlavə olunur ki, bu da yüngül və yumşaq lökü hazırlamağa kömək edir. Tavada biraz duru yağı qızdırıb, xəmirdən bir qaşıq götürüb tavaya əlavə edilir. Xəmiri yayaraq nazik bir təbəqə halında düzülür. Hər iki tərəfi qızardıqda lökü hazır olacaq. Lökü hər tərəfi qızarana qədər təxminən 2-3 dəqiqə bişirilir. Gönüllərdən gönüllərə körpü salan Beynəlxalq Radio. Hörmətli dinləyicilər, verilişimizi əməkdaşımız Samir Abbasovun